Dubaydakı vəziyyətlərə görə Dubay downtownda 30.000 manata kiraladığım evi başqasına kirayə verib Deyrədə günlük 25 manatlıq hotelə köçürəm. Görün başıma nələr gəldi. Bildiyiniz kimi son günlərdə Dubayda yaşananlar, dünyada yaşananlar, Middle Eastdə, Orta Şərqdə yaşananlar təbii ki, burada yaşayan insanları və digər insanları da narahat edir. Ona görə də biz burada artıq biznes olan insanlar, işləyən insanlar hamısı narahatdılar və hər hansı bir çıxış olaraq axtarırlar. Ona görə də mən də qərar aldım ki, bugün oturmuşdum iş yerimdə. İş yoldaşım dedi ki, 13 dirhəmə, yəni 5 manat, günlük 5 manata hotel var. Dedim, okey, book elə mənim üçün. Baxdı book eləyəndə sonda artıq gəldi çıxdı 25 manat. 25 manat otel. Mən də düşündüm ki, əgər 25 manat oteldirsə, mən nəyə görə 30.000 manat, yəni aylığıma nəyə görə 2500 manat mən kira pulu verirəm. Ən yaxşısı gedim elə otelə köçüm və evimi də başqasına kirayə verim. Və 25 manatdan aylıq olan 750 manat, amma mən burada verirəm 2500 manat. Təbii ki, bu məntiqlidir. Ona görə də mən qərar verdim ki, otelə köçüm və hal-hazırda yaşadığım evi başqasına kirayə verim. İndi gedirəm o otelə ki, biz book eləmişik, artıq ödəmişəm bir günlük, amma gelib baxacağam, sizin üçün də paylaşacağam. Orada bütün şəraiti, Dubayda olan ən ucuz otellərdən biri demək olar ki, 25 manata günlük paylaşacağım hər şey. İdman zalı varmı, yeməyi necədir, içərisi necədir, görünüşü necədir, qalmaq olarmı, bura turist kimi gəldiyinizdə və yaxud da ki, buradasınızsa qala bilərsinizmi sizdə? Videonun sonuna qədər izləyin. Əgər kanala abunə deyilsəniz, abunə olun. Belə videolar çox gələcək. Sadəcə Dubaydan yox, digər ölkələrdən də travel videolar çox gələcək. Ona görə də subscribe, abunə ol, videonu bəyən və dostlarınla da paylaş. 15 dəqiqə keçdiyi downtowndan evdən çıxdım, gəldim bura. Bu Deyrədə yerləşir bu otel. Otelin adını öyrənmək istəyirsinizsə, zəhmət olmasa gedin kommentlər qisminə hotel yazın. Mən sizə bir-bir yazacağam otelin adını və indi hal-hazırda gedək görək bizi oteldə nələr gözləyir. Otelin içərisində nələrdir, necədir, hotel təmizdirmi, hamısını bir-bir sizə açıqlayacağım. Videonu əmin olun ki, sona qədər izləyəcəksiniz. Videonun bir yerində zəhmət olmasa Dubayda olan, Dubayda görmək istədiyiniz, bilmək istədiyiniz nə varsa hamısını sual şəklində mənə ünvanlaya bilərsiniz. Kommentlərdə, elə videonun bu yerində kommentlərə gedin, yazın. Nə suallarınız varsa Dubay haqqında mən bütün suallarınıza cavab verəcəm və bura köçmək istəyirsinizsə, burada həyatınızı davam elətdirmək istəyirsinizsə, burada iş tapmaq istəyirsinizsə və yaxud da burada hər hansı bizneslə məşğul olmaq istəyirsinizsə, yenə də bütün sahələrdə mən sizə məsləhətçi ola bilərəm. Ona görə də gedin zəhmət olmasa rəylər bölümünə və mənə suallarınızı ünvanlayın. İnanırsınız ki, bütün Dubayın başqa bölgələrində sakitçilikdir hal-hazırda, amma Deyrə qaynayır da. Burada bütün, baxın ətrafda bütün insanlar qaynaşırlar, maşınlar, trafik, yəni doludur. Yəni Deyrə hər zaman yaşayır. Bütün restoranlar doludur, orada insanlar, baxın orada hər hansı bir aktivite keçirdirlər. Baxın. Nəsə oynayırlar orada, nə edirlər bilmirəm. İnsanlar dolu dəqiqətən küçələrdə, amma təbii ki, başqa bölgələrdə insanlar yenə var, amma yəni bu qədər kalabalıq deyil, bu qədər insan yoxdur. Bizim otel hansıdır? Bizim otel bura çox yaxındır, dediyim kimi. Gedin zəhmət olmuş rəylərə və otelin adını rəylərdə bir-bir yazacağım mən. Baxın, insanlar otururlar kafelərdə. İndi mən ətrafı gəzəcəm burada. Təbii ki, mən Dubayda yaşayıram, amma yəni Dubaya təzə gələn insanlar ola bilər ki, ətrafı bilməsinlər, tanımasınlar. Ona görə ətrafı mən gəzəcəm və sizə bildirəcəm hansı aeroportdan bura nə gəlir, necə gəlmək olar və ondan sonra burada yemək üçün hara gedə bilərsiniz. Çünki təbii ki, burada Pakistan, Hindistan yeməkləri çoxdur. Amma mən elə bir variantlar tapacağım ki, təbii ki, siz yeyə biləsiniz. Çünki oteldə mən bildiyim qədərilə oteldə çox pis gündə olacaq. Çatdım otelimə. Girim içəri görüm başıma nə gəlir. Mən bunu bilmirdim. Burada deməli fizikal ID lazımdır. Ya ID ya da ki pasport lazımdır. İndi gedim maşından ID-ni gətirin, pasportum üstümdə yoxdur. Check-in eləsinlər.
Booking nömrəmi dedim, çünki Bookingdən biz iş yoldaşım dediyim kimi book eləmişdi. Yəni Booking confirmation olub, təsdiqlənib, amma fiziki şəkildə mənə Emirates ID lazım. Gedib maşından götürüb qayıdıram geri. Maşallah, otelin koridoru budur, baxın. Qardaş gətirdi mən bura. Deməli, girdim içəri. Belə burada bir şey var, şkaflar buradadır. Belə. İçərdən kraskaya gəlir. Şey vurublar, kraska vurublar şeylərə. So you painted the new, right? It's still It will go. Just keep open. Exactly, yeah. Deməli belə bir dənə yerdir. Belə bir dənə. Burada şey var. Okay. So three people can stay here, or Yeah. why you really? Yeah, because now the hotel is full. So that's why we give you the room for 3% room. It's full. That's Yeah, right. that's Okay, right. okay, okay. So the light will be off from here. Okay. Show me again. Okay. All right. Okay, sir. Thank you, Got sir. it. Got it. Thank you. Have a nice Thank day, you sir. so much. Thank you, Inshallah. bro. Please. Thank you so much. I appreciate it. This is the Wi-Fi. This Wi-Fi. I don't need Wi-Fi. Thank you. Anyway, keep it with Okay. you. Okay. Thank you so much. There Thank is no you. towel. I'll send you towel. Please, the towel, and can you send me the toothbrush and toothpaste? Yeah. Small. Yeah, small. Thank you, sir. Thank you so much. Thank you. Have a nice day. Thank you. Is there any like gym or breakfast We have gym upstairs. upstairs? On the top. 11 Pool? o'clock will be closed. No pool, right? We have pool, swimming pool, but now under repairing. Ah, okay, okay. Yeah. Okay, Thank thank you, you so sir. much. Thank you. Maşallah dediyim kimi baxın, bax belə giriş belədir. Baxın girişi budur. Burada nəsə belə bir qapı var, amma bilmirəm, yəqin ki o pis tərəfə bəzən ola bilər ki, iki otağı da versinlər. Belə şkaf. Belə bir şkaf var. İçəridə şeydir. Burada seyf var. Burada hamam və tualet və hamam isə budur. Belə bir hamam var. Dəsmal yoxdur dedi, indi gətirəcək dəsmal. Və girişdə də burada oturacaq yer, televizordur belənçinə. Yataq dediyim kimi 3 nəfər qala bilər hal-hazırda burada. Belə. Və görüm, burada açılmır, nəysə. Heç mənzərəsi də yoxdur, balkon da yox, mənzərə də yox. Yəni belənçinə. Otelin fitnessi var, cimi var, salonu var. Sumka da qalıb belimdə, onu ben çıxardım. Mənə bura. Hovuz var, amma hovuz hal-hazırda təmirdədir. Fitness salonu var. Hardasa 11-də də bağlanır. Yəni belənçinə. Normaldır əslində 25 manata normaldır. Yəni 25 yox 27 manat belə deyək. Plusdəki gələndə 10 dirhəm verirsən, bu da turist feedir. O fərqi yoxdur, burada yaşayansan və yaxud da turistsən, gələndə 10 dirhəm vermək lazımdır. O da 4 manat 60 qəpik eləyir. Hardasa 32 manat da belə deyək. Bu otağın qiyməti 32 manatdır. Azərbaycanda belə səviyyədə, yəni bir ulduzlu, yoxsa 0.5 ulduzlu hər nədirsə, və yaxud da 2 ulduz gəlir, bilmirəm. Bu otellər Azərbaycanda, Bakıda qiymətləri nə qədərdir? Zəhmət olmasa kommentlərdə yazın, müzakirə eləyək. Dubayda necədir, Azərbaycanda necədir? İndi mən hal-hazırda ətrafı bir gəzəcəm, baxacam. Belə indi içərini kraskalayıblar bunları. Baxın, bu hələ də biraz yapışqanlıq var. Konkret hiss olunur da kraska hissi gəlir içəridə. Təəssüflər olsun ki, bu kraska hissidir hal-hazırda. Əvvəl ola bilər ki, belə yerdən nəsə belə baharat hissi gəlsin, Hindistan hissi gəlsin, hal-hazırda amma kraska hissi gəlir. O da deyir, pəncərələrdə də açıq qoyarsan, keçib gedər. Axı, təbii ki, keçib getməyəcək. İndi ətrafı gəzəcəm, baxacam, görüm nə var, nə yox. Ondan sonra gedəcəm ətrafda görək. Burada İraqi restoranı var, göstərəcəm birazdan sizə.
və orada olmuşam. Hardasa 4 il bundan əvvəl olmuşam orada. Ora gedəcəm, orada yemək yeyəcəm, oradakı qiymətləri də sizlə tanış eləyəcəm. Qapılar o qədər keyfiyyətsizdir ki, qapını belə örtdüm, çıxırdım. Normalda belə qapı örtülərdə belə. Hey, thank you. Hə, deməli gətirdilər dəsmal, hamam dəsmalı, bir də şotka və pasta. Burada yox heç. Hə, deməli onu deyirəm. İndi qapıdan belə çıxırdım. Qapını elə özüm belə buraxdım ki, özü örtülər. Örtülmədi. Sonra geri qayıtdım ki, bu nəsə səs gəlmədi. O çıx səs olur, belə otursun da. Neyse oturdu. Bunu belə bura əgər gəlsiniz, diqqətli olun. Deməli bura gəlmək üçün əgər öz maşınınızla gələcəksinizsə, burada saatı 10 dirhəm charge eləyəcəklər bu oteldə. Çünki bunların parkingi demək olar ki, yoxdur, 10 dirhəm. Hər saat başına 4 manat 50 qəpik. Amma burada təbii ki, RTN, yəni küçələrdə olan o ki, parking ərazilər ki var, orada 1 saatı 6 dirhəmdir. Yəni, o da eləyir 2 manat nə qədərsə. Ən yaxşı odur ki, orada saxlamaqdır, amma mən axşam gəldim. Mən axşam gəldim deyənə, indi RTN küçədə saxladım mən. Çünki ondan sonra burada pulsuzdur, səhər 8-ə qədər. Ona görə mən parking pulu ödəmədim. Amma maşınla gəlsəz, pul ödəyəcəksiniz ekstra. Lakin maşınsız gəlsəz daha yaxşıdır ki, taksi ilə gəlib rahat içəri girdiniz. Artıq parking dərdi çəkmirsiniz. Ona görə də taksi daha əlverişlidir. İndi acımışam, saat 11-12 işləyib. Gedirəm düz otelin qabağında İraqi restoran var. Adı İraqi restoran, dediyim kimi 4 il bundan əvvəl orada olmuşam. Və yeməkləri qəşəngdir. Bizim yeməklərə uyğundur. İndi gedirəm ora. Elə siz də gəlsiniz, oraya gəlib yemək yeyə bilərsiniz. Qiymətlərlə də sizə tanış eləyəcəm. Nə var, nə yox, menüdə nə var, nə yeyə bilərsiniz. Bura da qəşəngdir, maraqlıdır. Baxın. Maraqlı bir yerdir. İnsanlar düzdür, çox azdır. Amma qəşəng deyirsən, elə Türk mətbəx kimidir. Dönər, pizza, nə bilim, grill, belə şeylər. Burada normaldır. Amma mən bildiyim yer İraqi restoranda, ora gedəcəm. Qiymətləri də sizə deyəcəm. Mən dediyim restoran buradır. İraqi, nə bilim, nəsə. Kebab, ərbil. Bomboşdur. Məkan bomboşdur, hamı qaçdı üstünə. Özüm öyle, hamı qaçdı üstünə, bomboşdur məkan. Desən restoranda təkəm mən. Oturum, səliqəli yerdir, qəşəng yerdir. Bir dənə baxın da. Qəşəng səliqəli, profesional. Belə stollar, qəşəng. Maraqlıdır. Okay, I start. Deməli, nə sifariş verdim burada? Dedi, bizim bugün nəyimiz var? Quzu ləmb. Bildiyimizdə quzu. Burada quzu yazılıb. Və dedi, toyuq var. Düyüylə toyuq. Deməli, quzu ləmb 84 dirhəmdir. 84 dirhəm nə qədər eləyir? Hardasa 40 manat. Otelin pulu yeməyin pulundan azdır. Qaqam gətirdi. Gələn kimi bir dənə o belə mərcimək. Dəqiqə. Belənçi mərcimək gəldi. Belə turşu gəldi. Bir də ki limon. Demə, yeməyin pulu otelin pulundan çoxdur. Neysə, bura əgər ekonom eləmək istəyirsinizsə bu otelə gələndə bura gəlməyin demirəm, amma bunu yemişim. Görüm normal qiyməti nə var burada. Biraz belə luxury style gedir bura, ona görə bura biraz belədir. Sabah səhər gedirəm başqa bir yerə, biraz ucuz yerə, oranı göstərərəm. İndi bura biraz təmiz, səliqəli, luxury style gedir. Belə salatları hardasa 13-14 dirhəmdir. Salatlar var burada 15-17 dirhəmə də var. Appetizerlar var hardasa 20 manat, 15 manat belənçinə.
breakfast var. Breakfast deməli 28 dirəmdir. 28 dirəmdir. İraqi breakfastdır bu. İraqi breakfast bir dənə də var. 235 hardasa 110 manata. Bahadır bu. İraqi şaurma var. Şaurma with rice. Bahadır qiymətlər. Şaurma plate, şaurma tabağı 37 manatdır. Bahadır. Hərə. Neysə. Bizə keçirdilər burada, amma eybi yox, olsun. Yəni normal səliqəli yerdir. Mən nə sifariş verdim? Quzu, ləmb və ayran sifariş verdim. Bu appetizerlər, bir də mərcimək supu, elə bir ki, perv olaraq gəlir. Mərcimək çox qəşəng, dadlıdır. Buranın çörəyi var, bu çörək. İraq çörəyidir. Bir dənə ləzzətlidir, ayda. Çox xoşuma gəldi də. Çox dadlı. Elə bu çorbanı pulsuz verirlər, bu çorbanı yiyib doymaq olar əslində. Amma neysə. Babam gətirdi, buna baxım. Bəh. Çox qəşəngdir axı. Quzunun, thank you so much. Quzunun bu şeyidir, budur. Burada da iki dənə, yenə bir yanında nəsə, deməli şeydir bu. Nədir onun adı? Fasulye, kuru fasulye. Sonra yanında da bir dənə nəsə var, onu bilmədim nədir, amma onu bilirəm ki, bura gəlib bir dənə bunu sifariş verib, 2 nəfərlə polnu doymaq olar. Çörəyə biraz bol edib, polnu doymaq olar. Qəşəngdir. Dediyim kimi porsiyonları həqiqətən də çox böyükdür. Yağdan deyirəm, hələ bitirməmişəm, amma mən yiyəcəm. Onu belə qoyanda öyrəm. Axşam yeməyini bitirdim. Hesabı gətirdi. Hesabı gətirəndə su qoymuşlar masanın üstünə. Masanın üstünə ki, su mən içməmişdim, çünki çay içdim. Onu da əlavə eləmişdilər. Nəzərdən çıxartdılar. Qaroçi 108 dirhəm elədi. O da hardasa 51-52 manat belənçə bir şeydir. Dediyim kimi, yəni otelin qiyməti 32 manat, amma bir axşam yeməyinin qiyməti 52 manat oldu. Təbii ki, burada başqa seçimlər də var, başqa opsiyonlar da var. İndi bir dənə duracam, biraz 5 dəqiqə oturum, istirahət edeyim yeməkdən sonra. Ondan sonra qeybət ətrafı gəzdən, baxacam, görüm nə var, nə yox. Amma ola bilər təbii ki, başqa bir məkana qeyb oturmayacam, amma sabah, səhər tezdən İnşallah ola bilər ki, zavtırıq ya da günortaya yaxın hər hansı bir bölgəyə gedərəm. Yəni deyir ərazisinə bir məkana gedərəm, orada təmiz yer olsun və qiymətlər biraz aşağı olsun. Onu axtarıb tapmağa çalışacağım. Videonu sona qədər izləyin və videonun bu hissəsində zəhmət olmasa otelin adını bilmək istəyirsinizsə, rəylər bölümünə otel yazın və yaxud da öz fikirlərinizi, öz rəylərinizi yazın. Mən sizə bir-bir cavablayacağım. Abunə olun, bəyənin və maksimum dərəcədə nə qədər paylaşa bilirsinizsə paylaşın videonu. Yeməkdən sonra ətrafı gəzərkən fərqinə vardım ki, bura səndimə Əl-Riqqaymış. Əl-Riqqa metro stansiyasının ətrafıdır. Buradan belə düz gedəndə düz gedirsən, Banyas metrosunun üstünə çıxırsan. Amma hal-hazırda mən qaldığım yer isə Əl-Riqqadır. Burada da kalan Filippinlilər var. Demək olar ki, buranın hamısı elə 80% Filippinlidir. Təbii ki, Hindistan, Pakistan'da çoxdur, amma demək olar ki, 80% burada Filippinlilərdir. Nəyə yadıma gəldi bura? İlk
Dubaya yeni gəldiyimdə bir gün qalmışdım mən şeydə, Əlrıqqa metrosunun yaxınlığında. Elə o gündən xatırladım. Hardasa 5 ildən artıqdır, artıq 5 il bir neçə aydır buradayım mən. O günləri xatırladım ilk gəldiyim günü. Baxın bunların hamısı Filippinlərdir. Burada 3-5 dirəmlik hər şey burada 3-5 dirəm yarmarka var belə. İşləyənlərin burada da elə yarıdan çoxu Filippinlidir. Təbii ki, Pakistan, Hindistan hər yerdə var mütləq şəkildə. Dediyim kimi buradan belə getdiyində gedirsən Banyas metrosuna, yəni Deyrəyə. Əslində bu ərazidə Deyrə gedir, səhv eləmirəmsə. Qarışdırıram həmişə. Məncə bu ərazi olaraq, rayon olaraq Deyrə rayonudur, amma Əlrıqqa, Banyas metrosunun ətrafı bunlar üçün fərqlidir. Eləsinə. Çox ətrafı getməyəcəm, çünki istəyirəm buradan qaydam otel tərəfə. Görüm otelin ətrafında nələr var. Gedim biraz istirahət edeyim. İstirahət edeyim, işlərimi görüm oteldə. Ondan sonra yatırım, istirahət edeyim. Səhər durum. Tezdən ətrafı gəzim, baxım nə var, nə yox. Və burada Dubaya gəldiyimizdə sizə əlverişli olacaq nələr varsa ətrafda hamısını açıqlayacağam. Və dediyim kimi bu otelə gəlmək üçün aeroportdan əgər Bolt istifadə edirsinizsə, normal taksilər gələcək 35 dirəmə bura. Çünki aeroporta o qədər də uzaq deyil. Əlrıqqa yaxındır aeroporta. Belə limuzin taksilər gələcək 55-60 dirəmə, o belə ensinə bir şey. Amma normal taksidən təbii ki, gələ bilərsiniz. Burada həyat hələ də qaynayır, insanlar var. Təbii ki, əvvəlkidə nisbətdə burada o qədər də qalabalıq yoxdur. Amma yenə də gördüyünüz kimi çoxdur insanlar. Təbii ki, əvvəl bunun 3 qatı, 4 qatı, 5 qatı bəlkə də olurdu. İndi o qədər də deyil, amma yenə də var. Yəni ümidimiz var hələ Dubaya. Burada yaşayanlar dediyim kimi də yəni çoxlu Filippinlilərdir. Onların da təbii ki maaşları çox yüksək deyil. Vəziyyət burada necə olursa olsun, situation necə olursa olsun, onlar öz ölkələrinə demək olar ki getmirlər. Nəyə görə? Çünki yol qiymətləri çox bahadır. Ondan sonra da gedib nə edəcəklər bunlar. Ona görə də elə qalır burada. Yol qiymətləri, biletlər də çox bahadır Filippinə. Ona görə bu millət elə qalır burada. Fərqi yoxdur da artıq onlar üçün. Getmək, qalmaq, ölmək, qalmaq, yəni ona görə də Rıqqa ərazisi hələ də yaşayır. Yadıma gəlir bu Burger King ilk dəfə gəlib burada yemək yemişdim. Və ekranda indi görürsünüz, baxın, qoydum ekrana. İlk dəfə burada yediyim meal yeməyin çekini saxlamışdım və ora buradır. 5 il bundan əvvəl. Həqiqətən o günləri də xatırlayıram indi. Bəzən kövrəlir insan, bəzən sevinir, amma maraqlıdır yəni. Deməli, uşaqlar, gecə saat neçədir bilən, dəqiq şəkildə bilən baxın mən. Saat 2:05-dir və hardasa saat 12-1-ə işləmiş gəldim ki, istirahət edeyim. Birinci hamama baxdım. Mən burada yəni çimmək heç istəmədim, sözün açığı. Və dedim eybi yox. Belə yatım burada, ondan sonra sabah gedib evdə, onsuz da bura gəlmişəm ki, buranı yoxlayam, görəm bu otel otağı necədir, qalmaq olarmı burada? Ona görə gəlmişdim. Yəni konkret olaraq orada çimmək. Yəni əgər konkret belə necə deyim sizə, məcbur, yəni heç bir çıxış yolum olmasa, təbii ki orada çimərdim, amma yəni
Bu halda konkret çinmək istəmədim orada. Çünki ösürüm var, gəlmişəm bura. Ola bilər ki, normal köçərəm dedim bura, amma mümkün deyil. Və nəsə dedim, gedib evdə çimərəm. Yatdım. Və 1 saat yatdım, sonra oyandım. Baxıram ki, belim bu tərəf belənçinə başlayıb qaşınmağa, əllərim, çiyinlərim belənçinə, buralar falan qaşınır dəhşətli şəkildə. Yəni durdurmaq da olmur. Baxıram ağzı qanad yox, bir şey yox. Ondan sonra baxıram görüm yatağın üstündə tarakanlar gəzir, balaca. Yəni bəlkə də tarakan dişləyir. Yəni olur da görürsən tarakan da dişləyir adamı. Yəni belənçinə bərbad bir vəziyyət. Yəni çox pis iyi gəlir burdan. Dediyim kimi buranı kraskalamışdılar. İlk dəfə ki, otağa girəndə dəhşətli şəkildə iyi gəlirdi. Kraskı biraz gedib, indi o otelin öz iyi ki var, belə qəribə belə iyi ki var. O iyi gəlir hal-hazırda, çox bərbaddır. Nəysə qərar verdim ki, mən bu gün burada qala bilməyəcəm. Check out eləyirəm indi hal-hazırda. Gedirəm evə, qayıdıram. Mən heç kimi arzu eləmirəm ki, Dubaya gələndə belə bərbad yerdə qalsınlar. Heç kimi arzu eləmirəm qalasınız burada. Ola bilər ki, burada qalan başqa millətlər, Hindistan, Pakistan, Bangladeş, Şri Lanka və yaxud da başqa Filippinlər, onlar öz ölkələrində də bu vəziyyətdə qalıblar. Bu iyilər onlar üçün normaldır. Onlar qınamaq da ehtiyac yox, çünki artıq onlar alışıblar buna. Amma bizim ölkə təmiz, adət-ənənəmiz başqa, yəni tam fərqli mentalitet olduğu üçün biz belə yerlərdə qalmağa alışan bir millət olmadığımız üçün bu bizlik deyil. Mən hamıya Allahdan ruzu və çox pul arzu edirəm ki, Dubaya fərqi yoxdur. İş üçün gələndə, tətil üçün gələndə və yaxud da hər nəyisə almaq üçün bir neçə günlük gələndə belə otellərdə qalmıyorsunuz. 5 ulduzlu, qəşəng lokasyonlarda, qəşəng yerlərdə qalasınız. Allahın izni ilə ki, belə olsun həmişə. Ona görə də yəni son belə deyək, məsləhətim olardı ki, belə otellərdə konkret şəkildə qalmayın. Videonun əvvəlində dedim 30 minə kiraladığım downtowndakı evimi qoyub başqasına kirayə verib otelə köçürəm. Belə bir fikir gəlmişdi, amma təbii ki, bunu eləmərəm. Çünki çox bərbaddır buralar. Belə videoların gəlməyini çox istəyirsinizsə və yaxud da digər maraqlı fikirləriniz varsa, kommentlər qismində, rəylər qismində bildirin mənə. Dubayda olan otelləri aşağısından tutmuş, luxury-sinə qədər, ucuzlusundan tutmuş, ən bahalısına qədər sizə göstərməyə çalışacağam. Dəyərli vaxtınızı sərf elədiyiniz üçün, dəyərli vaxtınızı sərf eləyib izlədiyiniz üçün minnətdaram. İnşallah gəldim, çıxdım evə. İndi hal-hazırda 2:36-dır. Yarım saat keçdi. Çıxdım oradan, check-out elədim və gəldim evə. Həqiqətən bura artıq evimə girəndən sonra artıq o bədənimdə olan qaşıntılar getdi. İndi girib çiməcəm və videonu buralarda tamamlayacağam. Bugün bir experience elədim. Əslində elə bir fikir ola bilərdi. Normal otel olsaydı buranı kirayə verib gəlib oteldə qala bilərdim. Amma təbii ki, bu mümkünsüz olacaq bir şey. Çünki özünüz də gördüyünüz kimi çox bərbad şəkildə idi otel. Təbii ki, çox ucuzdur, 32 manat otel, amma orada mən heç kimə məsləhət bilməzdim, heç kimə arzu eləməzdim. Orada qalsam, təkrar eləyirəm bunu. İnşallah hamıya Allah bol pul getirsin ki, Dubaya gəldiklərində fərqi yoxdur, hansı səbəbdən gəlirlər. Yaxşı evlərdə, yaxşı otellərdə qalsınlar. Təşəkkür edirəm videonun sonuna qədər izlədiyiniz üçün, minnətdaram və Dubaya gəlmək üçün ehtiyacınız olan məlumatlar ki var. Mən öncədən Dubay bələdçi kitabçası satırdım. Bir çox onlarla insan oradan bəhrələndi, gəldilər, iş tapdılar, burada network qurdular, bəzi başqa işlər gördülər. Yenə də bir neçə həftə içərisində və yaxud da ola bilsin ki, bir neçə gün və yaxud da 2 həftə içərisində ola bilər yenidən
işığınızı görəcək o Dubay bələdçi kitabçası. Yenidən onları əldə edə bilərsiniz və Dubaya gələ bilərsiniz və bu kanalda olan digər videoları da bu kartlar bölməsində ola bilsin yerləşdirdim. Dubayda biznes qurmaq haqqında hər hansı bir fikirləriniz varsa, yenə də mənimlə əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın.